Hər vaxtınız xeyir olsun. 5-ci ixtisas qrupu üzrə qabiliyyət tələb etməyən ixtisaslar hansılardır? Hansı ali təhsil müəssisələrində yer alır və keçid balları nə qədər formalaşıb? Bir-bir baxaq. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetində dizayn ixtisası qabiliyyət tələb etmir. Daha sonra Bakı Mühəndislik Universitetində dizayn ixtisasıdır. Həm tədris Azərbaycan dilində, həm də tədris ingiliscədir. Hər birinin balı fərqlidir, ekranda qeyd olunur. Bundan əlavə keçən il açılmış dekorativ tətbiqi sənət ixtisası da qabiliyyət imtahanı tələb etmir. Daha sonra ADA Universitetində dizayn ixtisası tədris ingiliscə, həm də interyer dizaynı, həm də kommunikasiya dizaynı mövcuddur. Bundan əlavə daha sonra Qərbi Kaspi Universitetində dizayn ixtisası qabiliyyət tələb etmir. Həm tədris ingiliscə, həm də tədris Azərbaycan dilindədir. Daha sonra Xəzər Universitetidir. Xəzər Universitetində dizayn ixtisası həm tədris Azərbaycan dilində, həm də tədris ingiliscədir. Daha sonra Azərbaycan Texnologiya Universitetidir. Gəncə şəhərində yerləşir bu universitet. Dizayn ixtisası üzrə qabiliyyət imtahanı tələb etmir. Aqrar Universitet Gəncə şəhərində yerləşən universitetdir. Dizayn ixtisası üzrə qabiliyyət imtahanı tələb etmir. İxtisas seçimi və konsultasiya üçün nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar arzulayıram.